Uşaqdan böyüyə hər birinizin sevərək yeyəcəyi çox ləzzətli mini pizzalar hazırladım. Pikniyə gedərkən də hazırlayıb özünüzlə apara biləcəyiniz bu ləzzətli pizzaları birlikdə hazırlayaq. Qaba ilıq su, şəkər tozu və quru maya əlavə edib qarışdırırıq. Üzərinə duz, 1 ədəd yumurta, duru yağ əlavə edib təkrar qarışdırırıq. Son olaraq 4 stəkan yarım unu da əlavə edib yumşaq bir xəmir yoğururuq. Xəmiri təxminən 40 dəqiqə mayalandırırıq. Mayalanan xəmirin havasını alıb 2 hissəyə, hər hissəni də 8 bərabər kündəyə ayırırıq. Ümumilikdə 16 ədəd mini pizzalar alınır. Kündələri soba listinə əlavə edərək ortasına forma veririk. Çəngəl ilə ortasında dəliklər açıb kənarlarına yumurta sarısı çəkirik. Alt hissədən biraz ketçup, daha sonra üzərinə mozzarella pendiri əlavə edirik. Sonra xırda doğranmış pomidor və kalbasa əlavə edirik. Pizzanı öz istəyinizə uyğun olaraq istədiyiniz ingredientlərlə hazırlaya bilərsiniz. Əvvəlcədən isidilmiş 245 dərəcəli sobada bişiririk. Bişməsinə 2-3 dəqiqə qala sobadan çıxarıb üzərinə təkrardan pendir əlavə edərək 2-3 dəqiqə daha bişiririk. Yumşaq, çox ləzzətli alınır. Siz də mütləq hazırlayın.